düzgün qidadan başlayır. Beynin özünü təmizləmə sistemi nisbətən yaxın vaxtlarda kəşf edilib. Bu sistem sağlam düşünmə qabiliyyəti üçün əsas amillərdən biri ola bilər. Bu videoda və növbəti videoda qlimfatik sistemin necə işlədiyini və daha önəmlisi, onun daha yaxşı işləməsi üçün nə edə biləcəyimizi araşdırırıq. Qlimfatik axın üçün nə qədər yuxu lazımdır? Yuxu böyük bir sirdir. Heyvanlar aləmində demək olar ki, bütün növlərdə mövcud olan yuxu təkamül prosesində bu qədər həssas bir vəziyyətin qorunub saxlanması üçün kifayət qədər həyata əhəmiyyət daşımalıdır. Həqiqətən də narahatlıq doğuran təcrübələr göstərib ki, heyvanları kifayət qədər uzun müddət yuxusuz saxlamaq 11-32 gün ərzində ölümə səbəb ola bilər. Görünür, yuxu beyin üçün, beyin tərəfindən və beynin özü üçündür. Son illərdə yuxunun bir funksiyası xüsusilə aydınlaşıb. Beyində yeni kəşf edilmiş drenaj sistemi vasitəsilə zəhərli tullantı məhsullarının təmizlənməsi. Beyin dalğalarını ölçmək üçün elektroensefaloqramın icadından sonra elm dünyası yuxunun beynin istirahət vaxtı olması fikrindən tez bir zamanda uzaqlaşdı. Yuxunun bəzi mərhələlərində beynin bütün sahələrində aktivliyi davam edir. Bəs beyin bu zaman nə edirdi? 2000 ildən çox əvvəl Aristotel yuxunun bədənin qanı təmizləməsinə kömək etdiyini irəli sürmüşdü. Bu gün isə bilirik ki, yuxu beynin özünü təmizləməsinə kömək edir. 2012-ci ilə qədər beynin demək olar ki, öz tullantılarının hamısını özü təkrar emal edən yeganə orqan olduğunu düşünürdük. Bu belə olmalı idi. Çünki beyin, qan-beyin bariyeri ilə bədənin qalan hissəsindən ayrılmışdı. Amma bu bariyer toksinlərin beyinə daxil olmasının qarşısını aldığı kimi onların çıxmasına da mane olur. 2012-ci ildə isə beyində maye axınını təmin edən geniş şəbəkə kəşf edildi və ona qlimfatik sistem adı verildi. Siçanların beyninə yeridilən boyanın mikroskopik izlənməsi nəticəsində alimlər beyin damarlarının ətrafında maye ilə dolu tunellər aşkar etdilər. Hər ürək döyüntüsü zamanı yaranan arterial təzyiq dalğası bu mayeni irəli doğru hərəkət etdirir və sonda beyni əhatə edən beyin onurğa mayesinə axıdır. Bəs bunun yuxu ilə nə əlaqəsi var? Bu sistem əslində yalnız yuxu zamanı aktiv olur. Oyaq vəziyyətdə bu tunellər daralır və qlimfatik axın 90% azalır. Ehtimal olunur ki, bu maye hərəkətləri oyaqlıq zamanı neyrotransmitterlərin dəqiq kimyəvi əlaqəsinə mane ola bilər. Buna görə də yuxuya olan bioloji ehtiyac beynin beta-amiloid kimi potensial olaraq neyrotoksik tullantı məhsullarını süzməsi üçün xüsusi vəziyyətə keçmə ehtiyacını əks etdirə bilər. Beta-amiloid Alzheimer xəstəliyi ilə əlaqələndirilir. Bu həm də niyə gecə 7 saatdan az yatan insanların demensiya kimi idrak pozğunluqları riskinin daha yüksək olduğunu izah edə bilər. Yuxu laboratoriyasında insanlara qulaqcıqlar vasitəsilə səslər verərək yuxunu pozmaq amiloid səviyyəsini artırır. Əksinə, yuxu apnesi olan xəstələrdə CPAP müalicəsi yuxunu yaxşılaşdırır, dərin yuxu mərhələlərini artırır və amiloid səviyyəsinin azalması ilə əlaqələndirilir. PET skanları göstərir ki, təkcə bir gecə yuxusuz qalmaq belə beynin kritik sahələrində beta-amiloid yığılmasının əhəmiyyətli dərəcədə artmasına səbəb ola bilər. Problem ondadır ki, qlimfatik filtrasiya yaşlandıqca zəifləyir. Yaşlı siçanlarda bu sistemin fəaliyyəti gənc siçanlarla müqayisədə cəmi 10-20% təşkil edir. Yaşlandıqca biz dərin, yavaş dalğalı yuxunu daha az yaşayırıq. Halbuki, beyin tullantılarının təmizlənməsi məhz bu mərhələdə ən aktiv olur. Bundan əlavə, yaşla birlikdə damarlar sərtləşir və qlimfatik nasosu hərəkətə gətirən pulsasiyalar azalır. Bu da yüksək təzyiqin demensiya ilə niyə əlaqəli ola biləcəyinə mümkün izah verir. Yüksək qan təzyiqi zamanı damar divarlarının qalınlaşması onların sərtləşməsinə səbəb olur. Bəs yaşla bağlı bu qlimfatik zəifləmənin qarşısını necə ala və beynimizi daha təmiz saxlaya bilərik? Bu suala növbəti videoda baxacağıq.